bugün yaradılıştan günahkar elleri qanlıdır insan. Özündən olana qənim kəsilən, bəlkə də ən vəhşi canlıdır insan. İnsan değişerse alem değişer. Ne pislik güc gelir, ne fitne neşer. Bir amal uğrunda birleşse beşer, misli görünmemiş bir kıyam olar. Şeytan məğlub olar, nefs ram olar. İnsan peşman olar hak hesap günü. Günah əməllərin görəndən sonra tövbə etmək üçün dönmək istəyər. Lakin fayda verməz öləndən sonra.